Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Yaşamaq Gözəldir verilişindən mən Aysel Sabir sizi salamlayıram. Yenə də qonaqlarım var, yenə də maraqlı mövzularımız var. Sizdən gələn mesajlar var, bilirəm. Hər dəfə yazırsınız ki, hər zaman mövzuları müzakirə edirsiniz, çalışın suallara üstünlük verəsiniz. Bacardığımız qədərilə biz sizin suallarınızı da cavablandırırıq və artıq anonslardan bəllidir ki, bugün studiyamızın qonağı Nərgiz Klinikasının rəhbəri, tibb elmləri doktoru, fitoterapevt, ixtiraçı alim Məlahət xanım Qəhrəmanovadır. Xoş gördük doktor sizi. Çox sağ olun, təşəkkür edirəm. Düz işlərin çoxluğundan hər həftə yazırlar ki, doktor hər həftə yaşamaqdaydı, niyə gec-gec gəlir? İşlərin çoxluğundan, baxın ki, mən sizə bir məlumat deyəcəm, aksiyaların çoxluğundan, vaxt tapdıqca yaşamaq gözəldir də olur. Elə doktor, mən istəyirəm fürsətdən istifadə edib başda aksiyanı izləyicilərimizin nəzərinə çatdırım. Çünki noyabr ayının 29-u tarixinə çox az bir zaman qalıb. Bugün artıq ayın 26-sı da həftə sonu. Bu o deməkdir ki, doktorumuz və onun həkim kollektivi Quba şəhəri Logos Psixoloji Mərkəzdə pasiyentləri qəbul edəcək. Bu görüşdə nervopatoloq, kosmetoloq və təbii ki, tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcəklər. Xaçmaz, Şabran, Siyəzən, Qusar, Xudat, Nabran bu bölgələrdə yaşayan hər kəs müraciət edə bilər. Bunun üçün 050 580 46 48 023 336 74 48 və 051 388 70 70 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz. Əvvəlcədən qeydiyyatdan keçsəniz daha yaxşı olar. Nərgiz Klinikasında ünvanı Sabit Rəhman küçəsi 11-dədir. Əlaqə nömrəsi də şəhər nömrələrindən 012 541 70 70 051 388 70 70 nömrəsidir. Bu günləri doktor dedi ki, saç sağlamlığından danışaq, saçların tökülməsi, saç xəstəlikləri və alopediya xəstəliyi ilə bağlı və biz anonsu paylaşmaz da izləyicilərimizdən də suallar gəldi. Saç tökülməsinin ən yaygın səbəblərini bilmək istəyir izləyicilərimiz. Doktor, hansı səbəblərdən daha çox tökülür? Bugün həqiqətən də saç problemi çox qlobaldır. Saçın tökülməsi insanlar arasında çox yaygındır. Gəlməməyimin də gec gəlməyimin səbəbi bir neçə konferans var idi. Yəni, birinci gün gəlmişəm, axırıncı da bəli, Türkiyədə oldum, Kıbrısda da var, bir də Yunanistanda. Amma axırıncı Türkiyədə idi ki, orada da çox böyük, gözəl bir konferans idi. Bu konferanslar həqiqətən də insanlar, həkimlər üçün çox önəmlidir və orada bütün bir çox 30-a yaxın ölkənin alimləri, səfirləri, professorları iştirak edirdi, həkimlər iştirak edirdi ki, o qədər maraqlı temalar var idi, o qədər maraqlı müzakirələr var idi, mülahizələr var idi. Yəni, saçın tökülməsi həqiqətən də çox qlobal bir mövzudur və mənim də əsas temam alopesiya idi. Alopesiya haqqında geniş məlumat verdim və doğrudan da böyük marağa səbəb oldu. Marağa səbəb nə oldu? Təbii üsullarla aparılan müalicələr heç bir hormondan istifadə olunmadan aparılan müalicələr daha çox diqqət marağında oldu. Bunu ona görə vurğulayıram ki, bu günləri təbii ki, protokolla həkimlərimiz protokol sayəsində başqa nə eləyə bilər ki, hormonlardan istifadə edirlər. Amma mən ixtiralarıma görə, öz apardığım təcrübələrimə, praktikama görə ona söykənərək alopesiya xəstəliyinin tam təbii müalicəsini tətbiq edirəm ki, bu da dünyada, türklər demişkən, yeganə müalicə üsuludur ki, bunu mən tətbiq eləyirəm. Təbii üsullarla aparılan müalicələrin içərisində alopesiyanın başqa bir yeri var. Yaranma səbəblərini soruşdunuz. Təbii ki, yaranma səbəbi çoxdur və bu saç xəstəliyi bütün daxili orqanlarda gedən xəstəliklərdən deyərdim ki, xəbər verir. Baxın, sinir sistemimiz gərgin olanda, əsəbi olanda, depressiya keçirəndə saç tökülməyə başlayır. Mədə bağırsaq xəstəlikləri olanda saçlar tökülməyə başlayır. Niyə görə? Mədə bağırsaqda sorulma prosesi ləngiyirsə, normal yediyimiz qida, vitaminlər, minerallar orqanizmə sorulmursa, saçın qidalanması pozulur. Parazitar xəstəliklərdən saçlar niyə tökülür? Burada da əgər hər hansı bir insanda parazitar xəstəliklər olsun, viruslar olsun, bakteriyalar olsun, göbələklər olsun, infeksiyalar olsun, baxın, bunların hər biri
saça öz təsirini göstərir və saçda nə yaranır? Daxildə qurd xəstəliyi olan zaman immun sistem zəifləyir, vitamin balansı zəifləyir, saç normal qidalana bilmir və saçlar başlayır tökülməyə. Yəni buna biz xaricdən yalandan müdaxilə etməklə deyil. Bəli, nə qədər istəyirsiniz yerli müalicələri aparın, şampun, yuyucu vasitə, maska, PRP, nə bilim, mezoterapiya, nə istəyirsiniz eləyin. Daxili problemlər hansı səbəbdən yaranırsa aradan qalxmayınca nəticə yoxdur. Keçək hormonlara. Hormonal balans problem yaratdıqda polikistozlar, fibromalar, miyomalar, İstər testosteronun yüksəlməsi, azalması, prolaktin, estradiol, kortizol, bu hormonların, məsələn, T3, T4, TSH, TG, TPO, məsələn, bu analizləri sayırıq. Bunların hər birinin bu hormonlarında birbaşa saçlar rolu var. Baxın, görün, nə qədər xəstəliklər yaranan zaman saçlar tökülməyə başlayır. Əslində, saç tökülməsi siqnal ola bilər ki, bizim daxilimizdə hansı problemləri var. Bunları sadalayıram ki, yəni bu xəstəliklər səbəbindən saçlar tökülür, xəstə onların heç birinə diqqət yetirmir, gedir başqa-başqa bura istədiyi qədər balzamlar, losyonlar, istəyir, nə bilim, serumlar, PRP-lər, maskalar, bunların heç biri kömək eləmir. Niyə? Ona görə ki, daxildən saç kökü qidalanmır. Və bundan əlavə, bir çox dərinin öz xəstəlikləri var. Dəri xəstəlikləri özü də saçı tökür. Baxın, görün, nə qədər xəstəliyi saydıq. Bunların hər birində saç tökülə bilir və dəri xəstəlikləri, saçın öz yerli xəstəlikləri, sebariya, alopecia, dəmirovlar, ekzemalar, frunkullar, saç dibində olan yağlılıq, kəpək, bunlar hamısı bu xəstələrin simptomlarıdır. Bunların hər birində saç tökülə bilir. Dəri sağlam olmalıdır ki, tükü saxlaya bilsin. Dəri sağlam deyilsə, tükü saxlamayacaq. Bundan əlavə biz çalışırıq ki, hər tərəfli izah edək ki, xəstələrimiz bilsin ki, saçın tökülmə səbəbi elə belə deyil. Bunların hamısını üst-üstə gəlsək, orqanizmdə gedən fəsadlardır ki, bu da həmin problemi yaradır və qaraciyər öd xəstəlikləri. Qaraciyər öd deyəndə nəyi nəzərdə tuturuq? Bizim vitamin depomuz qaraciyərdədir. Bizim laborator funksiyamızı qaraciyər idarə edir. Qaraciyərdə patologiya yaranarsa, bu saçlarda da özünü biruzə verə bilər. Ən çox saçlarda, son vaxtlarda müraciət edirlər, saçın qırılması, saçın dolaşması, saç öz-özünə ucları qırılır. Çox xanımlar... Elektrikləşmə gedir məsələn saçlarda. Bunlar nədən olur? Birinci, boyalar çox təsir göstərir. Kimyasal məhsullar çox təsir göstərir. Yuduğunuz şampunların tərkiblərində olan sulfitdir, amyaklardır, bəzi amyak tərkibli boyalardır. Bunların hamısının təsiri var. Əgər saç öz-özünə bitmir ki, bizim başımızda. Saça görün nə qədər biz xəstəliklər saydıq. Nə qədər xəstəliklər səbəbindən saçın tökülməsini. Məsələn, TG, TPO, TSH yüksələn insanlarda saçın qırılma, saçın dolaşma, saçda quruma oradan da başlayır. Vitamin çatışmamazlığı olursa oradan da başlayır. Stres, gərginlik faktorları varsa immun sistem zəifləyən kimi təbii ki, saçın tökülməsi yarana bilir. Nə qədər istəsək bunu sadalaya bilərik. Və buna görə də saçın müalicəsini heç də asan müalicə bilməyin. Saç şampunlardan ibarət deyil. Saç yuyucu vasitələrdən müalicə ilə aparılmır. Nə də qarmondan asılılıq yaratmaqla saçı müalicə eləmək olmaz. Ona görə düzgün müalicə üsulu seçmək üçün təbii üsullarla müalicə daha önəmlidir. Niyə? Sənin orqanizmin normal qidalanırsa, vitamin balansın normaldırsa, minerallarla normal zəngin qidalanırsa, saçın normal olacaq. Yox, bunların heç birini eləmədən siz get-gedə saçda o itirilmiş saçları daha çox görəcəksiniz. Və insanlar niyə bu günləri bu qədər əziyyət çəkir? Əvvəllər saç tökülməsi erkək tipli tökülmələr var idi. Və yaxud da yaşla əlaqəli olurdu, ağarma ilə əlaqəli olurdu. Valla yaşla deyəndə, yaşla elə nəsillikcə irsi faktorda çox rol oynayır.
Bizim anamızın nə qədər ömrü var idi, qəşəng saçları da var idi. Yəni, laf elə demirəm, yaşına görə qəşəng saçları var idi, deyirəm. Bəzən gəlirlər çox, həddən artıq saç ırpalanmış, keçər. Bir də orada bir şey var idi da. Məsələn, qədim zamanlarda insanlar təbii vasitələrlə yuyurdu, yumurtadan istifadə edirdi, qatıqdan istifadə edirdi, kimyasal çox istifadə eləmirdi. Bu şeylərdə özü də təsiri var idi və sağlam qidalanma. Bugün sağlam qida, keyfiyyətsiz qida, özü saçların tökülməsində birbaşa rolu var. Əgər biz keyfiyyətsiz qida, gün ərzində yediyiniz bir qidaya nəzər salın ki, siz gün ərzində nə yeyirsiniz və oradan hansı vitamin balansını aldınız? Vitamin balansı nədir? D vitamini, kalsidir, dəmirdir, vitamin D-dir, B9-dur, fol turşusu, sinkdir. Əgər siz bunları təbii qəbul eləmirsə, gündəlik tabletkaları nə qədər atırsınız? Atdıqlarınız lazım olan dərəcədə qaraciyərdə defo eləmir. Qaraciyər sintetik olduğu üçün çox maddələri orqanizmdən uzaqlaşdırır və yekunda nə olur? Xəstə öz lazımı müalicəsini ala bilmir və daxildən saçı qidalandıra bilmədiyi üçün həkimi günahlandırır ki, getdim həkimə, mənim müalicəmi verdi, yaxşı olmadı. Hər bir həkim istəyər xəstəsi yaxşı olsun və həkimlərimiz də bugün öz üzərində çox çalışır. Həkimlərimiz, məsələn, mən konferansdan gələndə nə qədər həkimləri gördüm təyyarədə. Necə? Hamı konferansdan gəlirdi. Niyə? Hamı nəsə yenilik öyrənmək istəyir, hamı yeni baza toplayır özünə. Dünyada bugün tibb elmi nə qədər inkişaf eləyirsə, biz o qədər öyrənməyə çalışırıq. O qədər yenilikləri bilməyə çalışırıq. Məsələn, müəyyən həkimlər var ki, zamanında işləyib, yorulub, pensionerdir, oturur, bu başqa. Amma yeni qalxan nəsil buna daha çox maraqlıdır. Biz oradakı, məsələn, oradakı dünyanın, deyirəm, bir neçə ölkəsindən ora professorlar, akademiklər, alimlər gəlmişdi. Sizi inandırım, o qədər maraqlı idi ki. Mən izlədim, doktor, TRT birdən izlədim həmin konferansda. Sizin çıxışınızı da hətta verdilər, müsahibənizi də baxdım. Bəli, TRT1 doğrudan özüm görməmişəm. Amma intervyu vermişəm. Bir neçə kanala orada mən intervyu vermişəm. İzlədim efir vasitəsilə, çox sevindim ki, həqiqətən belə çox kanallar çəkirdi orada da. Buradakı kim orada da tez-tez televiziyalara çıxırıq. Doktor, biz danışırıq, gələn mesajlar arasında təşəkkür mesajları da var. Bir izləyicimiz yazıb, deyir, uzun zamandır saç yağlılığından və kəpəyindən əziyyət çəkirdim. Hətta deyir, tünd rəngdə geyim belə geyinə bilmirdim. Mütəmadi olaraq deyir, izləyirdim. Kimsə məsləhət verirdi, filan şampundan istifadə elə, belə et, xırda dişli daraqlardan istifadə edən, ancaq problemi aradan qaldıra bilmirdim. Ta ki, deyir, Məlahət xanımla və onun ixtirası olan gel və şampunlarla tanış olduqdan sonra çox sağ olsun ki, bu problemim aradan qalxıb. Həqiqətən də həm daxili müalicə, həm həmin bayzən və gellər bu problemi bir dəfə aradan qaldırırmı? Bəli. Burada çox gözəl, effektiv təsir var. Dəridə olan yağlılığı götürür, qabıqları götürür, dəridə olan səpqini, qaşıntını götürür. Çünki üzərində yazılıb ki, göbələk əleyhinə də orada tam dərman bitkilər var və tam təbiidir. Heç bir kimyəvi qatqısı yoxdur. Və bu, onu demək istəyirəm ki, daxildə əgər xəstənin tək yerli problemi deyilsə, daxili müalicəyə ehtiyacı varsa, mütləq müayinə olunur və müayinədən sonra demək olar ki, nəticəni alır. Bugün onu da qeyd edim ki, məsələn, xəstələrimiz gələn zaman bütün müayinələri aparmağa çalışırıq ki, bacardığımız qədər onlara lazım olan müayinələri aparaq ki, onlar o effekti versin. Mən həmişə deyirəm və buradan da deyirəm, bizim özümüzün çox gözəl laboratoriyamız var və bugün laboratoriya sistemi çoxdur, hər yerdə laboratoriya var. Mən ancaq öz laboratoriyama güvənirəm. Mən öz laboratoriyamdan daha geniş istifadə edirəm. Nəyə görə? Başqa yerin iş laboratoriyasının analizlərini mən xəstələrimə deyirəm, gəlmirsən, burada mən özümün laboratoriyam varsa, niyə gedib başqa yerdə eləməlisən? Qiymətlərə qalanda, xəstələr qiymət baxımından deyir, elə olur ki, göndəririk analizə, bizim yazdığımız analizlər qalır qıraqda, öz bildiyi analizlər eləyirlər. Ona görə biz öz laboratoriyamızda aparılan analizlər və ən yeni texnologiyalar nə lazımsa mən çalışıram həmişə onları alaq və istifadə eləyək və
burada yəni saçla bağlı olan bütün müayinələr hər klinikada yoxdur, amma bizim klinikamızda öz ixtisasımıza uyğun olan bütün sahələr var. Bilirsiniz ki, hörmətli professorumuz Lalə xanım Allah verdiyeva bizim klinikamızdadır. O da bizim öz laboratoriyamızdan başqa laboratoriya müraciət eləmir. Ona görə ki, laborator analizlərdə allergik panellərdir, allergik prektestlərdir. Bütün hər biri lazım olan, hər birini özümüz məsələn alırıq, öz klinikamızda var və istifadə edirik. Onu qeyd eləmək istəyirəm ki, biz öz analizlərimizdə, məsələn, yeni gətirdiyimiz nəcis panelləri var, yaxma panelləri var ki, o hər klinikada yoxdur. O panellər tam dəqiq bizə diaqnozu verir ki, necə allergik panellərdə 30 parametr panel var ki, hansı xəstəliklər var və qurdun da elə panelini gətirmişik ki, o qurd xəstəliklərində nəcis vasitəsilə verilən analizdə hansı qurd növü olur olsun, o mütləq aşkarlanır. Bir də var ki, şablon hamı gətirir, askarida lambulə, başqa qurd yoxlanılmır. Amma o paneldə haşnana, trixfalyoz, trixanella, toksikara, məsələn, kart-test vasitəsilə lambulanın nəcisdə yoxlanması, onların hamısını bizim klinikamızda var və parazitologiya mərkəzi olaraq bizim klinikamızda bunların hamısı yerli yerində var və təşkil olunub və istənilən hər bir kəs gəldiyi zaman nəcis analizini mən buradan valideynlərə səslənirəm ki, mütləq gətirir və o analizlər ki, bizdə olunur, çox effektiv də müalicəsi aparılır. Çünki analizsiz aparılan müalicələr sonradan lazım olan effekti vermir. Çünki xəstənin tam dəqiq diaqnozu olmalıdır ki, müalicəsi düzgün getsin. Bax, indi ayın 29-u siz Quba şəhərində Logos Psixoloji Mərkəzdə pasientləri qəbul edəcəksiniz, həkim kollektivi ilə bərabər. Mən elanı vurğulayım, sonra bir sualım olacaq bununla bağlı sizə. Əziz izləyicilərimiz, noyabr ayının 29-u tarixində Nərgiz Klinikasının həkim kollektivi Məlahət xanım başda olmaqla Qubada Logos Psixoloji Mərkəzdə pasientləri qəbul edirlər. Həmin görüşlər nervi patoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə bağırsaq, parazitar xəstəliklər, dəri xəstəlikləri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcəklər. Xaçmaz, Şabran, Siyəzən, Qusar, Xudad, Nabran bu bölgələrdə yaşayan hər kəs müraciət edə bilərlər. Əlaqə nömrəsi 050 580 46 48 023 336 74 48 və 051 388 70 70 nömrələri vasitəsilə elə indidən qeydiyyatdan keçməyə tələsin, çünki vaxtı çox az qalıb. Bax, həmin görüşə gəlib müraciət edən pasientlər, orada siz analizlərin cavabı həmin belə deyək, klinikada həyata keçiriləcək, yoxsa? Laborator həkimlər burada olur, analizləri götürürük və konteyner vasitəsilə klinikaya gəlir və bütün analizlər klinikada olunur. Sonra da xəstələrə cavablar verilir. Amma ayın 29-unda biz orada olacaq və məsələn, bölgələrdə gedən zaman nə qədər alopesiyadan əziyyət çəkən xəstələr müraciət edir. Elə xəstələr var ki, həqiqətən burada gələ bilmir. Elə xəstələr var ki, orada yerindəcə gəlmək onlar üçün daha rahatdır. Sibariya çox yayğındır. Başda yağlılıq, kəpək, qızartı olan xəstələr çoxdur. Həddindən artıq, məsələn, dəri problemləri çoxdur. Amma mən onu sizə deyim ki, dəri problemi Bərdədə daha çox idi. Biz Bərdə Logos mərkəzində də olmuşduq. Orada dəri problemi daha çox idi. Gəncədə də oluruq. Yəni biz bölgələrə indi Allah qoysa gələn ay planlaşdırmışıq. Lənkəranda da olacaq, çünki müraciətlər çoxdur. Mən də hər kəsi sevirəm, amma gücüm çatdığı qədər hər kəsə yetişə bilərik. Yəni çox oradan da Astaradır, Masallıdır, Cəllabaddır, çox zənglər gəlir. İzləyicilərimiz çalışsınlar, bu elanlara diqqətlə qulaq asın ki, sizin bölgəyə yaxın bölgədə mütləq olur Məlahət xanım. Yəni gələ bilərsiniz, şərt deyil ki, yaşadığınız bölgədə olsun. Yəni biraz o kilometrlər məsafə var. Lənkərana hər kəs gələ bilər. Ətraf rayonlar, necə Qubada hər ətraf rayonlar gələ bilər, orada gələ bilərlər. Bərdədə, Gəncədə gələ bilərsiniz. Çox sağ olun, təşəkkürümü bildirirəm sizə işlərinizdə, peşənizdə, bu məsuliyyətli, vicdanlı peşənizdə uğurlar arzulayıram, doktor. Növbəti görüşlərə dək deyim. Əziz izləyicilərimiz, biz isə sizlə sağollaşmırıq, çünki bizi sizdən çox qısa bir fasilə ayırır. Fasilənin ardından növbəti mövzunu davam edirik.